İsrailə casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilən Güney Azərbaycan əsilli İsveçli alim Əhməd Rıza Cəlalinin həyatı təhlükədədir. Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Alimin iyunun 22-sində Tehranda saxlanıldığı həbsxanadan naməlum yerə aparıldığı bildirilib. İsrailə casusluq ittihamına görə saxlanılan məhbusların edamına başlanıldığı üçün Cəlalinin də edam ediləcəyi barədə xəbərdarlıq edilib. Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhməd Rıza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konferansa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi Azərbaycanlı alimi İsrailə casusluq ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub. Cəlali barəsində irəli sürülən casusluq ittihamını rədd edib və ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib. Bugün səhər saatlarında Urmiya həbsxanasında 3 məhbus edam edilib. Bu haqda İran ədliyyəsi məlumat yayıb. İdris Ali, Azad Şücai və Rəsul Əhməd adlı məhbusların nüvə alimlərinin birinin öldürülməsində istifadə olunan avadanlıqları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və İsrail əməkdaşlıqda günahlandırılıblar. Bununla da son 2 ay ərzində İsrail əməkdaşlıq ittihamına görə edam edilənlərin sayı 8-ə çatıb. Cari ildə kimliyi müəyyən edilmiş edam edilənlərin sayı 591-ə çatıb. Onlardan 16-sı qadındır. İranın şimalındakı Rəş şəhər ətrafına bir neçə pilotsuz təyyarə hücum edib. Təxminən 1 saat əvvəl bir neçə pilotsuz təyyarə İranın şimalında yerləşən Rəş şəhərinin ətrafına hücum edib, deyə Gilan əyalətinin qubernatorunun müavini bildirib. Qubernatorun sözlərinə görə hücum hava hücumundan müdafiə qüvvələri sayəsində uğurla dəf olunub. Bütün pilotsuz təyyarələr məhv edilib, lakin dronların hardan göndərildiyi açıqlanmır. Beynəlxalq Atom Enerji Agentliyi İran və İsrail arasında bugün elan edilən atəşkəsdən əvvəl həyata keçirilən hücumlardan sonra Fordo və Natanzdakı İran nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb. Beynəlxalq Atom Enerji Agentliyinin portalında dərc edilmiş bəyanatda bildirilib. Amerikanın iyunun 22-sində obyekti bombardıman etməsindən sonra Beynəlxalq Atom Enerji Agentliyi müəyyən edib ki, yeraltı obyektlərin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb. Agentlik bazar ertəsi səhər məlumat verilən Fordoya zərbələr haqqında təfərrüatları dəqiqləşdirib. Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında Amerikanın zərbələrindən 2 çuxur yeri aşkar edib. İran Təhlükəsizlik Qüvvələri iyunun 13-dən 24-nə kimi ölkənin müxtəlif bölgələrində 700 nəfəri həbs edib. Bu haqda İran hökumətinin rəsmi mediası məlumat yayıb. Məlumatda iddia olunub ki, 12 günlük müharibədə İsrailin 700 casus və muzlusu həbs edilib. Rəsmi medianın iddiasına görə həmin şəxslər Hua idarə etməkdə, bombalar hazırlamaqda, hərbi obyektlərin görüntülərini əldə etməkdə və İsrailə kəşfiyyat məlumatları ötürməkdə ittiham olunurlar. Bundan başqa Tehranda 10 minə yaxın İsrail PUA-sının tapıldığı da bildirilir. İnsan haqları təşkilatları isə Tehran rejiminin yaranmış vəziyyətdən istifadə edərək müdaxilələrə qarşı yeni repressiya dalğası başlatdığı barədə xəbərdar ediblər. İran İsraillə müharibədən sonra belə nüvə proqramından əl çəkməyəcək. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı Al-Arabi Al-Jadədə müsahibəsində deyib. Onun sözlərinə görə İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub. Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı. Bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O həmişə atom enerjisi üzrə beynəlxalq agentliyin nəzarətində olub, Əraqçı bildirib. Ukrayna müdafiə sənayesi ildə 8 milyon dron istehsal edə bilər. Lakin bunun üçün maliyyə çatışmır. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Haaqada keçirilən müdafiə sənayesi forumunda çıxış zamanı bildirib.
Ukrayna prezidenti bildirib, bizim müdafiə istehsalı potensialımız 35 milyard dollardan çoxdur. Bu artilleriyadan tutmuş qabaqcıl dron vasitələrinə, raketlərə qədər təxminən 1000 hərbi vasitədir. Zelenski bütün potensialın təxminən 40%-nin lazımi maliyyələşdirməyə malik olmadığını dəqiqləşdirib. Ötən il Amerikada keçirilən zirvə görüşündə qəbul edilmiş qərarlara uyğun olaraq Ukraynanın NATO-ya gedən yolu açıqdır. Bunu NATO'nun baş katibi Mark Rutte Haqa samiti çərçivəsində Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşündə bildirib. NATO'nun baş katibi Mark Rutte bildirib, Ukrayna üçün NATO'ya yol açıqdır. Biz danışarkən bu körpünü qururuq. Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Budapeşt bu həftə NATO və Avropa İttifaqı samitlərində Ukraynanın Alyansa və Avropa İttifaqına inteqrasiyasına mane olmağa çalışacaq. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.